O dediğimiz ki 4 nəfər sonuncular ki, onlarla Muhammed olar, Ali olar, Hasan olar və Hüseyin olar. Yəni kim mənim İmam Rıza'nın gəlib qəbrini ziyarət edərsə, sanki Allahın ərşində Allahı, Nuh Peyğəmbəri, İbrahim Peyğəmbəri, Musa Peyğəmbəri, İsa Peyğəmbəri, Muhammedi, Əlini, Həsəni və Hüseyni Allah ərşində ziyarət etmiş olar. Bu cür onun savabı, fəziləti var. İmam Rıza Aleyhisselam özü buyurur ki, مَا زَارَنِ أَحَدٌ مِنْ أَوْلِيَانِ عَارِفًا بِحَقِّي أَلَّا تَشَفَّعْتُ لَهُ يَوْمَ الْقِيَامَةِ. Kim məni, qəbrimi, məni tanıyaraq, mənim haqqımı bilərək ziyarət edərsə, mən qiyamət günü ona şəfaatçı olaram. Mən ona şəfaatçı olaram. Hazreti Rıza Aleyhisselam'ın inşallah bunun sonucu değil, mövzusu tamamlayın. İmam Rıza Aleyhisselam'ın ziyareti barədə elə bir söz deyilib ki, 14 məsumun ziyarətləri haqqında onlar deyildi. İmam Rıza Aleyhisselam bizə elə bir vədə verib onun ziyarətinə görə, hatta İmam Hüseyin Aleyhisselam'ın ziyarəti üçün bu vədə verib. Fəqət məsumlar içərisində İmam Rıza Aleyhisselam'ın ziyarəti üçün bu vədə verib. Hansı vədə? Vədə bundan ibarətdir. İmam özü buyurur, İmam Rıza Aleyhisselam, mötəbər səhih bir hədis. İmam Rıza Aleyhisselam buyurur ki, kim məni bir dəfə ziyarət etsə, yəni kim məni bir dəfə görüşümə gəlsə, mən onun 3 dəfə görüşünə gələm. Mən onun 3 dəfə ziyarətinə gələm. Hansı yerlərdə? Birinci, ölüm anı. Ölüm anında, can vermə anında, o ki insan tək tənha qalır, hətta nə qədər başında onun insanlar olsa, malı, mülkü, sərvəti olsa, tək tənhadır. Və bu da insanın acizliyindən xəbər verir ki, ey insan, bax sənin yığdığın bu mal, sənin övladın, sənin qövün, əqraban sənə kömək edə bilmir. Allahın əzəmətindən xəbər verir. Deyir ki, o tək qalacaqsan o ölüm anında, mən sənin görüşünə gəlirəm, narahat olma. Mən sənə gəlirəm, kömək edirəm. Bu birinci. İkinci, soru-sual vaxtı. Hər getməz bərzəx aləmində, qəbr evində və yaxud qiyamət günü Allah qarşısında. Hər iki soru-sualda imam buyurur ki, mən sənin yanında olaram, mən sənə köməkçi olaram. O qəbirdəki deyiləcək ki, mən Rəbbim, kimdir Rəbbim? Mən imamım, kimdir imamım? Bir o anda gəlib sənin başın üstündə duracaq. Gələcəm sənin görüşünə ki, mənəm sənin imamım, dilən ki, mənəm sənin imamım. Bu ikinci. Üçüncü, siratdan keçəndə, sirat köprüsündə keçəndə, gələrəm məni ziyarət edən insanı əlindən tutaram ki, körübdən keçirdəndə, əyağı titrəməsin, düşməsin cəhənnəmə onun içinə. Alimlər buyururlar ki, hədislərdən belə nəticə çıxardırlar ki, nə qədər ki, sən imamın ziyarətinə getdin, o qədər də imam səni sən qəbrində ziyarət edəcəkdir. Və bu baxımdan da alimlər buyururlar ki, İmam Rıza Aleyhisselam'ın ziyarəti əxlaqi cəhətdən bütün müsəlmanlara vacibdir. Çünki zikr etdiyimiz bu hədislərdən belə nəticə gəldi ki, mənim həqiqətən İmam Rıza Aleyhisselam'ın ziyarəti böyük bir, belə deyək, bizlər üçün şəfaətçi olacaqdır. Və bir daha inşallah İmam Rıza Aleyhisselam'ın mövludu, doğum günü münasibəti ilə siz əzizləri, bütün müsəlmanları təbrik edirik və sizlərə, bizlərə inşallah ki, Allah'ın izzətinə cəlalına imamın ziyarətin nəsib eləsin bu dünyada. Qiyamətini inşallah bizlərə, qiyamətdə bizlərə onun şəfaətin nəsib eləsin inşallah. Amin. Elhamdülillahi Rabbil alemin və sallallahu alə seyyidina Muhammed və alihi tayyibin tahirin.
اللهم صل على محمد وعلى آله